Oturub Həzrəti Baqir əleyhissalam oturub Kəbənin yanında cəmaət təvaf eləyir Kəbəni. Səhabələrdən də biri oturub heyranlıqla baxır cəmaata. Yanındakı səhabə görür ki, imam biraz biganə baxır bunların təvafına. Bu soruşur ki, ağa, elə bil məsələn bu izdihamdan narazısan, nə sən? İmam buyurur ki, böyük bir iş görmürlər ki bunlar. Bu təvaf elə cahiliyyət dövründə də var idi. İslam gəlməmişdə bunlar Kəbənin başına dolanırdı. Ondan sonra deyir ki, Allah həcci ona görə vacib buyurub, Kəbənin təvafını ona görə vacib buyurub ki, insanlar daşın ətrafına dolanmaqla məşq eləsin ki, imamlarının başına necə dolanmalıdırlar. Ondan sonra Quranın bu ayəsini deyir. Deyir, İbrahim ki, Kəbəni tikir. Kəbənin yanında dua eləyir. Rabbena inni əskentu min zurriyyəti bilvadin qeyri zizər'in. Deyir, ilahi, mən öz balalarımdan bir dəstəsini bu otsuz ələfsiz çöldə sakin elədim. Sənin evin yanında. İlahi, bunu elədim ki, orada namaz qılsınlar. Sonra deyir ki, fəcəl əfidətən minən nas təhvi iləyhim. İnsanların qəlbini onlara qarşı rəğbətləndir. Ondan sonra İmam Baqir əleyhissalam bu ayəni dedikdən sonra deyir, görsən İbrahim Kəbəni inşa elədi, demədi ki, ilahi cəmaat namaz qılsın, oruç tutsun. Dedi ki, balalarımdan bir dəstəni burada məskun eləyirəm. Elə ki, cəmaatın qəlbi onlara rəğbətli olsun. Ondan sonra İmam Baqir dedi ki, təhvi iləyhim, yəni təhvi iləyna, yəni biz əhl-i beyti nəzərdə tuturdu İbrahim əleyhissalam. Kəbənin qırağında öz balalarını məskunlaşdırdı və qiyamətə qədər yaşayacaq insanların qəlbinin bizə meyllənməsini dua elədi. Bu Quranın ayəsinə baxanda istər-istəməz ərbəyin yadına düşür adamın. O eşqin havası başa vurar. Bax, bundan başqa bir izahatı yoxdur. Adamlar ayaq yalın, istidə, soyuqda tökülüblər yollara. Təhvi iləyhim, İbrahimin duası deyəsən indi qəbul olmağa başlayıb. Qəlblərə eşqin havası daxil olub. Xoş sizin halınıza ki, bu əzəmətli tarixi hadisənin şahidisiz. Bu sizin üçün sıradan bir hadisə kimi görünməsin, bu ən mühüm tarixi hadisələrdən biridir. Bu bütün insansevər, vicdanlı insanların ümid qığılcımıdır. Nəhayət ki, deyəsən bəşəriyyət Allahın vəlisinin qədrini bilməyə başlayıb, ona yardım eləməyə başlayıb. Bu çox mühüm bir hadisədir. İnsanlar axışıb gedir Allah vəlisinin həl min nasirin yansuruni, bir nəfər yoxdurmu mənə kömək eləsin? Bu fəryadına toplaşıb insanlar.